Başladıq. Deməli uşaqlar, ətraflılar, kimya reaksiya təsiri xarici effekti ətraflılar. Eyni. 1. Reaksiya verilmişdir. Yazaq. Deməli, deyir ki, butanın yanma reaksiyasının normal istilik effekti 3300 kilojol. Butan yanan zaman yanma istiliyi və 825 kilojol enerji ayrılıqda əmələ gələn karbon qazının həcmini hesablar. Birinci qayda. Butan maddəsi budur. C4H10. Butan maddəsini yandıran oksigende bizim qaydamız nə idi uşaqlar? Karbonun sayı qədər karbon qazı alınır, hidrojenin sayısının yarısı qədər su alınır. Neçə karbon var? 4. Alınacaqdır 4 mol karbon qazı, hidrojenin yarısı, onun yarısı 5. Alınır 5 molda su. Bunu sizə demişdim bu tənlik tərtibini. İndi burada bu reaksiya tam baş verəndə 3300 kilojol enerji ayrılır. Normal reaksiya budur normalda. İndi nəyi sorutur? Reaksiyanı əmsallaşdıraq. 8 oksigen burada, 5 dəfə 1, 5, 13 oksigen. Burada 13 olması üçün oksigenin qalınca lazımdır. 6. Yəni 13 bölünsün 2. Təzədən hər tərəf 2-yə vuraq. Çünki kəsr halında əmsal qalmağı məhsul uyğun deyil. Onda bura 2 gedir. Bu olur 2-yə vuranda hər tərəf 2-yə vurur, 8. Yəni bir tərəf isə vurursunuzsa da bütün kəmiyyətlər o qiymətə vurur. Onda buna vurasınız, deməli neçədir bunun qabağında? 5 idi, olur 10 edə. Deməli bəli, bu normal reaksiyamız budur, əmsallaşdırılmış. Və bu reaksiya baş verəndə 3300 kilojol enerji ayrılıqdır. Yanan butan maddəsi neçə moldur? 2 mol yanan zaman 3300 kilojol enerji alınırsa, nəyə gəlmək lazımdır? Maddənin 1 mol yandıqda nə qədər enerji ayrılır? Həmişə nəyə gəlmək lazımdır? Maddənin 1 moluna. Bu nəyə aiddir? Yanma istiliyi. Düstur yazaq tez. Q yanma nəyə bərabərdir? Q istilik effekti bölünsün yanan maddənin əmsalına. Yerinə qoyun. İstilik effekti 3300, yanan maddənin əmsalı da 2. Neçə eləyir? 1000, deməli 650-lə. Və reaksiyanın 1 molunun, yanan maddənin 1 molunun yanma istiliyi 1650 kilojoldur. İkinci qayda. Deyir, əgər 825 kilojol enerji ayrılarsa, nə qədər karbon qazı əmələ gələr, neçədir? Normala baxın tez. Normalda burada karbon qazı nə qədər? 8 mol. 8 mol karbon qazı alındıqda nə qədər enerji ayrılır? 3300. 8-ə 3300 olarsa da nəyə gəlmək lazımdır? 825-ə. Yəni 4 dəfə azalmış qiymət. Bəli, buradan bura qiymət 4 dəfə azalma belə. 4 dəfə azaldım. X bərabərdir 2. 2 mol qazın həzmi nə qədərdir? 2 vuraq 20 onda 4. Yəni 44 onda 8. Bəli, bu şərtə görə, deyilən miqdara görə 44 onda 8 kilojol enerji ayrılar. Bu qədər. Birinci şərtimiz oldu 1650. Birinci cavab 1650. 1650. İkinci şərtin cavabı isə, ikinci sualın cavabı isə 44 onda 8 litr. Bu qədər. Kilojol. Qiymətlər düzgün. Növbəti. 4. Bura kim yoxdur? Yazdı. Silə bilərsin. Silim deyək. Növbəti. 4-ə qədər yoxdur sualınız. Dəqiq yoxdur. 3. Baxaq. Bu reaksiya üzrə fosforun 12,4 qramı yandıqda, 12,4 qram yandıqda, deyir 301 kilojol enerji ayrılır. 301 kilojol. Həmişə nəyə gəlmək lazımdır? Reaksiyanın özündə olan qiymətə. Reaksiyanın özündə fosfor nə qədər? 4. 4 mol fosfor neçə qramdır? 1 mol 31-dir. 4 molu 4 vura 31. Yəni 124. 12,4-də 301 kilojol enerji ayrılırsa, 124 qram fosfor tam yanarsa, nə qədər enerji ayrılır? Bəli, bu nədir? Q istilik effekti neçə deyir? 10 dəfə çox. 3010. Belə 3010 ilə uşaqlar. İndi baxın, normal reaksiyanın istilik effekti, reaksiya tam baş verən zaman ayrılan və yaxud da udulan enerjiyə bərabərdir. Bu reaksiyanın tamında 124 qram fosfor tam yanan zaman nə alındı? 3010 kilojol enerji. Deməli, reaksiyanın
istilik effekti nə qədərdir? 3000 ohm. Bunu tapdıq. Bəs ən son nəyə soruşur ikinci şərtdə, birinci şərtdə? İkinci nəyə soruşur? Fosforun yanma istiliyi. Reaksiyanın özündə fosfor neçə mol yanır? 4 mol. 4 mol fosfor əmsal qədər. 4 mol fosfor yanan zaman nə qədər enerji ayrılır tam reaksiyada? 3000 ohm. 4 mola 3010 kilojol enerji alınırsa da, bizə nə lazımdır? Maddənin 1 molu yanan zaman ayrılan enerji. Neçə mol maddə olur olsun, nəyə gəlmək lazımdır? 1 moluna. 1 mol maddə tam yansa, nə qədər enerji alınır? Yəni, məsələn, deyək də belə deyək, elə ki, 4 dənə fosfordur, 4 molda. 4 molu hamısı yananda 3010 kilojol enerji alınır. Nəyə gəlmək lazımdır? 1 moluna görə. Hesablayın. 1 mola əməl yanan zaman nə qədər enerji ayrılar? Q yanma istəyir. Hesablayın, 4 də bas. 3010 bölünsün 4. 3004-ə böləndə 750, o da 752,5. Bəli, Q yanma bərabərdir. 752,5 kilojol. Bu qədər. İkinci şərtində cavab olacaqdır. 752,5 kilojol. Növbəti. Qeyd elədiniz. Daha çox artırdı. Deyir, bu reaksiya üzrə. Nəyə veribdir? Reaksiyanın yekun istilik effektini hesablayın və ən sonunda nə hesablayın? Yanma istiliyi. Maqnezium və karbonun mümkün dərəcə yanma istiliyi nə qədərdir? Uşaqlar, burada məntiq nədir? Kimyəvi reaksiyanın yekun istilik effektini hesablayan zaman qaydamız nədir? Məhsuldakı maddələrin əmələ gəlmə istiliyi, vurulsun qarşı əmsalları, çıxılsın reagentlərin hər birinin əmələ gəlmə istiliyi, vurulsun qarşındakı əmsalları. Yerinə qoyun. Deməli, Q istilik effekti bərabərdir. Məhsulu hansı maddədir? Maqnezium oksidli karbon. Bəsit maddələrin əmələ gəlmə istiliyi sayılmır, nəzərə alınmır. Ancaq mürəkkəb maddə. Maqnezium oksidin 1 mola nə qədər enerji verir alındıqda? 1 mol maqnezium oksid əmələ gəldikdə, onun 1 molunun əmələ gəlməsi nə qədərdir? 601,5 kilojol. Qabağa neçə molda reaksiyada? 2 mol. Onda əmsal vurulsun, əmələ gəlməsi 2 vuraq 601,5 üstə gələk. Bəsit maddə karbon 0-dır. Qabaqda əmsalı 1 yazıram, 1 vuraq 0. Çıxısı reagentlər. Reagentimiz hansı maddələrdir? Başlanğıc maddə. Maqneziumla bir də karbon qazı. Maqneziumun əmələ gəlmə istiliyi nə qədərdir? Bura bax. Maqnezium nə qədərdir bəsit maddə? 0. Bəsit maddə sayılmır. Onda neçə molda qabağa? 2. 2 vuraq 0. Karbon qazının əmələ gəlmə istiliyi nə qədərdir? 393,5. Neçə molda qabağa? 1 mol. 1 vuraq 393,5. Bunu hesablayacağız. Məhsulsal reagentlər. Məhsulun yekun əmələ gəlmə istiliyi vuraq əmsalları. Çıxılsın reagentlərin əmələ gəlmə istiliyi vuraq əmsalları. Məhsuldan çıxıl reagentləri. 809,5. Neçə nədir? 809,5. 809,5. Aha. İndi uşaqlar, bizdən nəyi soruşur? Reaksiyanın yekun istilik effekti nə qədərdir? 809,5 kilojol. Elə. İndi bunu tapdıq, bu məlum oldu. Əmələ gəlmə istiliyi bu maddələr verilmir. Bu maddələrin əmələ gəlməsi maqnezium oksidlə karbon qazı qeyd olunmur. Çünki niyə? Siz deyin, əmələ gəlmə istiliyi nəyə deyilir? Qaydamıza görə, əmələ gəlmə istiliyi. Maddə 1 mol əmələ gələn zaman, yəni sağ tərəfdə ancaq bir maddə. Demişdim, sağ tərəfdə bir neçə maddə əmələ gəlirsə, onun əmələ gəlmə istiliyi nəzərə alınmır. Çünki niyə görə? Birdən çox maddə olanda bir maddə yoxdur ki, yekun istilik miqdarı buna aiddir. Məsələn, bu reaksiyanı tapdıq ki, yekun istilik effekti nə qədərdir? 895 olacaq. İndi baxın, burada maqnezium neçə mol yanıqdır? 2 mol.
2 mol yanan zaman 809,5 kilojol enerji alınıbsa da, reaksiyaya görə də, indi biz nəyə baxmalıyıq? Bunun 1 moluna. 2 mola görə bu qədər enerji əgər alınırsa, 2 mol maqnezium yanan zaman 1 mola gətirin. Bəli, yarı bölüsündə, bəli. Və yaxud da gəlin bir baxaq, heç buna ehtiyac yoxdur. Maqnezium oksidin əmələ gəlməsi nə qədərdir? 601 ilə. Gəlin onu yandıraq. Maqneziumu oksigenlə addenini yandırın, əlavə olaraq. Xüsusi. Nə alınır? Maqnezium oksid. Əmsallaşdırın. 2-2 tutardı. Bunun 1 molu əmələ gələn zaman 601,5 kilojol enerji alınıbsa, bu neçə moldur burada? 2 mol. Onda bunu 2 mola gətirin. Standart reaksiya. 2 mol nə qədərdir? 1200 üst ilə plus 1203. Bu reaksiya nəyə aiddir? Maqneziumun əmələ gəlməsi reaksiyasına aiddir. İndi bu reaksiyada maqnezium neçə mol yanıbdır? 2 mol. 2 mol maqnezium yanan zaman nə qədər enerji alınır? 1200. Burada 1 mola gətirir. Yanma istiriyi. Bəli. Q yanma istiriyi maqnezium oksid, maqnezium daha doğrusu edəcə, bərabərdir 1203 bölünsün 2-yə. Yəni, yekun istilik bölünsün yanan maddənin əmsalına. 600 1,5. İndi buna hesablayın, baxın. Karbon qazının 1 molu əmələ gələndə nə qədər enerji ayrılır? 393,5 ilə yazaq reaksiyanı. Karbonu oksigende yandırın, alınır karbon qazı. Deməli, əmsal biri birədir. Biri birədirsə də, onda buradakı əmələ gəlmə istiyinə bərabər, yanma istiyinə. Yəni, müsbət 393,5. İndi şu anda nəyi soruyor? Karbonu yanma istiyinə. Karbon neçə mol yanmışdır burada? 1 mol. Yəni, yanan maddə 1 moldursa, Q yanıma bərabərdir karbon. Nəyə bərabərdir? Yekun istilik 393,5. Bölünsün yanan maddənin əmsalı 1-ə. Neçə edirlər? 393,5-ə. Tutardır. Deməli, bu olur 393,5. Bu olur 601,5. Bu qədər. Yəni, məntiq nədir burada? Əmələ gəlməsinə görə nə yazırıq? Reaksiyanın özünü yazırıq və reaksiyanın özündə bu maddələr neçə mol əmələ gəlibsə, reaksiyanın tam özündə o əmələ gələn maddənin moluna görə də nəyi tapırıq? Bu maddələrin yekun reaksiyalarının nəyini? İstilik effektini. Ondan sonra nəyə baxırıq? Yanan maddənin əmsalınla əmələ gələn maddənin əmsalını. Düsturumuz da idarəyim. Q yanma nəyə bərabərdir? Yekun istilik bölünsün. Əmələ gəlmə istəyib bölünsün əmsala. Bir də Q əmələ gəlmə nəyə bərabərdir? Yekun istilik effekti bölünsün əmələ gələn maddənin əmsalına. Nəyə tapmaq lazım? Maddənin 1 moluna gəlmək lazımdır. 1 mol yananda ayrılan enerji yanma istiliyidir. 1 mol maddə əmələ gələn zaman həm ayrılan, həm də ola bilər udulan enerji nədir? Əmələ gəlmə istiliyi. Çünki nəyə görə? Əmələ gəlmə istiliyi müsbət və mənfi ola bilər. Yanma istiliyi isə ancaq müsbət olur. Çünki maddə yanan zaman enerji verir. Enerji ayrılır. Növbəti. 7. 7-də kimi sualınız? Dəqiq. Biraz tez yaz. Ne yazmışsan? Yazırsan 7, 6'na 5'i. Ətraflılar. Ətrafını yanlışım, bu təzəli. Mən çox biləyim. Jurnaldə sən təzə yoxdur. PDF yoxdur. Yox. 6 yoxdur. Bu dəvət. Bura kimi sualımız yoxdur. 6. Deyir bu reaksiyada nəyi belirtdi? Reaksiya tərliyinə əsasən yarım mol, yarım külədir. 0,5 kilojol istilik ayrılan zaman yanan maddənin kütləsini qramla yanmaya sərf olunan oksigenin normal şəraitdəki həcmini litrlə hesablayın. Birinci qayda, reaksiyanı balanslaşdıraq düzgün. Burada karbon nə qədər? 4 dənə. 4 kar bərabərdir. Hidrogen sayısı 4 təpəki 8-dir. Burada ayağında neçə olmalı 8 edəsin? 8. Qabaqda əmsalı 1-dir. Əmsal 1-dirsə, x-in qiyməti 8 olmalıdır ki, 8 dənə hidrogen olsun. Oksigen sayına baxın. 4 təpəki 8, 4 da burada 12. Sağ tərəfdə cəmi 12 oksigen var. Sol tərəfdə 12 olması nə lazım bura? 6 mol. Aha. Deməli, baxın. Normal reaksiyada Q qədər enerji alınanda bu maddənin 1 molu sərf olur, C4H8 və 6 mol oksigen sərf olur. İndi baxın, deyir ki, əgər 0,5 Q qədər enerji əmələ gəlsə, neçə azalır? 2 dəfə. Bütün kəmiyyətlər 2 dəfə azalacaq.
Bunun 1 ton kütləsi 4 dənə karbon 12,48, 8 hidrogen 8 qram 56. 1 molu 56 qramdır. 56-dan düşürdə 2 dəfə az, 28-dən. Deməli, yanan maddənin kütləsi, başlanğıc yanan maddənin kütləsi 1,28-dir. Və yanmaya sərf olunan oksigenin normal şəraitə həcmi. Normalda burada 6 mol oksigen sərf olur standartda. Q qədər enerji alınanda, Q qədər standart. İndi yarım Q qədər, yəni 2 dəfə az alınanda, onda bunun yarısı olacaqdır 3 mol. 3 molun həcmi 3 bıraq 20 kilodur. 67,2, bəli, yarım mol, yarım Q qədər enerji alınsa, 67,2 kilojoul da enerji, daha doğrusu litrdə oksigen sərf olacaq reaksiya. Sonra 7. Deyir, 6 qram etanın yanması zamanı 312 kilojoul enerji əgər ayrılırsa, normal qaydaya görə, alkanların homoloji sırasının CH2 qrupunun hər bir moluna yanma istiliyi də 660 kilojoul qədər artmaq olursa, normal pentanın və normal heptanın yanma istiliyi hesablayır. Birinci qayda, nəyə tapmaq lazımdır? Etanın 1 tanı. 1 tam etan yanan zaman nə qədər enerji ayrılır? Birinci qayda normaldır, reaksiya sallaşmalıdır. Etanın formulu C2H6-dır. Oksigen yandırır. Özünüz deyin, karbonun sayı qədər karbon qazı alınır, hidrogenin sayısının yarısı qədər. Yəni 3 molda hidrogen alınır. Su alınır daha doğrusu. Əmsallaşdırın. 4 dənə oksigen, 3 dənə, 7 oksigen var. Sağda cəmi 7 oksigen var. Solda 7 olması üçün oksigen qabağına 7/2 yazırıq. Hər tərəf 2-yə vurur. Onda bunda 2-yə vuranda 4, bunda 2-yə vuranda 6. Aha, baxın. Standart təhlilimiz bu oldu. İndi burada etan nə qədərdir? 2 mol. 2 mol etan neçə qramdır? 1 molu CH6 30 edir. 2 karbon 24, 6 30. 2 molu 60. 6 qram yanan zaman 312 kilojoul enerji ayrılırsa əgər, şərtlə görə, onda 60 qram yanarsa 3120 kilojoul enerji ayrılır. Aha. İndi deməli biz tapdıq ki, etanın 2 moluna 3120 kilojoul enerji lazımdır. Biz nəyə tapmalıyıq? Etanın 1 molu yanma istiliyi. Q yanma istiliyi etan C2H6 hesab neçəliyir? Onda bu yekun istiliyi 3120-ni bölün, 3120-ni 2-yə 1560. Deməli 1 mol etana, 1 mol C2H6-ya nə lazımdır? 1560. Deyir, hər CH2 qədər artımı olanda növbəti maddənin yanma istiliyi 660 kilojoul artır. Etandan sonra hansı maddə gəlir? 1 karbon, 2 hidrogen artır. Neçə deyir? Propan. Onda pentan hansı maddədir? Baxın. Pentan maddəsi C5H12-dir. Neçə karbon atmalıdır? 3 karbon elə. 3 karbon, 3 karbon, yəni 3 dənə CH2. 3 karbon, 6 hidrogen. Onda bu istilik miqdarında üzərinə əlavə eləyin 1560 üstə gələk. Bu maddənin 3 misli. Hər CH2-yə, hər CH2 qədər artım olanda 660 kilojoul enerji artımı olur hər dəfəsində. Onda nə qədər artım oldu? 3 dənə CH2. 3 mol CH2 artımı olursa 3 vuraq 660. Neçə eləyir? Aha, bunun üzərinə əlavə eləyir 1980. Bu bərabərdir pentanın yanma istiliyi. Heksan da pentandan 1 CH2 qədər artıqdır. 1 CH2. Baxın, heksan da budur. C6H10 heptan deyil olsa. Pentanla heptan deyil. Hə, heptan çox 7-dir. C7H16. İndi bu maddə C5H12 nə deyir? Bu hesab ediniz. 2500 doğru. Neçə? 2500. 4. Aha. İndi yox, bu dəqiqədən bu 5-dir. C5, C5, H12-dir bu. İndi burada artırın C7H14, H16-ya. Yəni üzərinə əlavə edin 2 dənə CH2. 1 karbon, 2 hidrogen kimisidir? 2 dənə CH2. Onda bunun üzərinə əlavə edin 2540-ın üzərinə əlavə edin 2 vurulsun 660. Görün neçə eləyir? 3000. Yəni uşaqlar, birinci hər maddənin 1 molunu hesablayırsınız, 1 mol yanma istəyini. Sonra deyir ki, hər dəfəsində karbonlu hidrogenin birləşmənin üzərində 1 karbon, 2 hidrogen artıranda istilik miqdarı ona uyğun artır. Onu nəzərə alın, hər dəfəsində 1 karbon, 2 hidrogenə görə
660 artırsa, neçə karbon, neçə hidrogen artım varsa, onun nəzərə alır ki, nə qədər CH2 edir. Hər CH2-yə görə də enerjinin miqdarı 660 kilojoule artır. Növbəti. Burada 1560 980 toplanır. Bəli. O 3540 edir. 4860 edir. Şola, bu neçə edir? Neçə elədi onu? 3440 edir. C5H12 3000 540 edir. 500-400. 3500. 540. İndi bunun üzərinə əlavə edeyim. 3540-ın üzərinə əlavə edeyim. Təzdən 2 var 6 çıxır. Yəni 2 dənə CH2. 1000 dəfə artır. 1200 də artım olurdu da bəlkə. Yox, 1200 yox, 1320. 1000 edir. 1320. 4800. Baxanda riyaziyyatdan belə sən verirsiniz. 860. Aydın uşaqlar, əvvəlcə hər maddənin özünü tapırıq mümkün dərəcə. Ən aşağıdan etandan başlayırıq. Etanın 1 mol tapdıq mı? 1 mol yanma istiqlərini artırırıq. Hər dəfə hər CH2-yə görə 660 kilojoule enerji artırırıq hər CH2-yə görə. Növbəti. 9-a kim yoxdur? Kalsium karbidin əmələ gəlmə istiliyi, baxın, kalsium karbidin 1 mol əmələ gəlmə istiliyi 62,8. 8. Q əmələ gəlmə, kalsium karbiddir. Bərabər molsa götürülmüş 58 qram kalsium karbon və kalsium kalsium adenli karbon və kalsium karbid qarışığının havası mühitdə çöldədilmə zamanı ayrılan istilik miqdarını və ilkin qarışıqdakı maddələrin ümumi mol sayını hesablayın. Deməli, kalsium karbidin əmələ gəlmə istiliyi 1 mol əmələ gələndə 62,8 kilojoule enerji ayrılıqdır. Yazaq reaksiyanı. Kalsium üstəgələ karbon alınır kalsium karbid. Bəli, bu reaksiyada deməli, əmələ gəlmə istiliyi kalsium karbid nəyə bərabərdir? Kalsium karbid verib özü 62,8. Elə maddə 1 moldur da. Bunun 1 mol kütləsi neçə deyir? 1 kalsium 40, karbondakı nə qədərdir? 2 dənə. 24, 64. Normalda 64 qram kalsium karbid əmələ gəldikdə 62,8 kilojoule enerji ayrılır. Deyir ki, bərabər mol miqdar götürülmüş 58 qram kalsium, karbon və kalsium karbid qarışığı. Bərabər molsa ki, bax, diqqətli olun ha. Bax, kalsiumdur, karbondur, bir də kalsium karbiddir. Hamısının mol miqdarı x,dir. Bunların cəmi nəyə bərabərdir? 58-ə. Hesablayın. 1 kalsium 40x, 1 karbon 12x-dir. Kalsium karbid də 1 mol 64-dür, 64x-dir. Bunların cəmi kütləsi bərabərdir 58-ə. Hesablayın. 40, 12, 64. 40, 12, 64. Elə 2 dəfə almalıdır. Hə, elə x bərabərdir 0,5. Yəni hər bir maddənin miqdarı 0,5 moldur. Hər maddənin miqdarı 0,5 moldur, elə. İndi bizə nəyə soruşur? Havasız mühitdən közəlilməz zamanı ayrılan istiliyin miqdarını hesablayın. Yəni demək istəyir ki, bu maddələri təzədən burada reaksiya aparırlar, oksigen yoxdur. Özü-özündən közəldilir. Məntiq nədir burada? Hansı maddə çox sərf olur, hansı maddə az sərf olur, ona baxmaq lazımdır. Çox və az sərf olan maddəyə. Tapdıq ki, hər maddə yarım moldur. Yarım mol karbon, yarım mol kalsium neçə qramdır? 1 mol 40 qramdır, yarım molu 20 qram. Yarım mol karbon neçə qramdır? 6 qram. Və kalsium karbid də nə qədər alınmışdır? Yarım molda özü. Bəli, yarım molda kalsium karbiddir. Yaxşı, burada yazırıq. 0,5 molda kalsium karbid. Gələr, kalsium karbidin özü o dəyişmir. Yəni, havası mühitdə kalsium karbid közəltdikdə onun dəyişkəni olmur. Ona baxmırıq. O özü də olduğu kimi qalıbdır. Əsas məsələ nədir? Karbonla kalsium reaksiyasıdır. Baxın, təzədən buna qayıdırıq. Bu reaksiya qaydanda baxdıq ki, bu nə qədərdir burada verilən şərtdə? 20 qram kalsiumdur. Bu nə qədərdir? 6 qramdır.
Reaksiyanın özündə kalsium neçə qram sərf olubdur? 1 mol. Yəni 4 qram elə. Bu neçə qram sərf olubdur? 2 mol. Yəni 24 qram elə. Aha. Verilən özünə bölün. Kiçik olan tam sərf olur. Deməli 20 bölünsün 40, yoxsa 6 bölünsün 24. 6 bölünsün. Aha, kiçik olan tam sərf olur. Məntiqdən baxırıq da burada. Tam sərf olan maddəyə görə bunu hesablayın. Bu maddənin miqdarı 24 qram sərf olanda karbon nə qədər enerji alır? 62. Aha, indi bu nə qədər sərf olubdur? 6 qram. 6 qram sərf olsa nə qədər enerji alınar? 2 qədər. Yəni siz saçdırmaq üçün orada məhsulda verirsiniz təzədən, məhsul qiymətini. Məhsula heç nə olmur. Əsas reaksiya kalsiumla karbon arasında baş verir. Buradan bir səbəb alırsa 4 dəfə. Bunu 4 dəfə azaldır. 62,5 yəni 628 4-ə bölün. 150, 28 4-ə böləndə 7 elə. 157, o neçə eləyir? 15,7. Bəli. Yəni burada məntiq odur ki, siz nəyə tapmalısınız? Başlanğıc reagentlərdən nə qədər sərf olur, hansına qədər sərf olur və ən çox sərf hansıdır? Ən çox sərf olan maddə və ya tam sərf olan maddəyə görə də bunu hesablayırıq. Yəni buna görə bax, verilənə görə bunu hesablayırıq da. Verilən budur, buna görə bunu tapırıq. Növbəti. 10. Aha. Silisium dioksidin H-florla reaksiyası, baxın uşaqlar. Deməli, kütlənin dəyişməsi biri düşübdür 60 qrama, biri tam sərf olubdur. Gəlin yazaq, birinci silisium dioksidlə, daha doğrusu, silisium dioksidlə H-flor reaksiyası. Bildiyiniz kimi, silisium dioksid bunun tərkibidir, şüşənin tərkibidir. Bu maddə turş oksiddir, ancaq istisna. Həm də H-florla reaksiya başlayır, şüşə nəridir? Ona görə bu turşunu şüşə saxlamaq olmaz. Nə baş verir? Silisium florla, Allah silisium flordur. Sizə gələk H2O. Əmsallaşdırın. 4 bəs edir. Burada 2 ilə. Bəs elə. Deməli, tərlik yazıldı. Əmsallaşdırıldı. Bir nə 2 şərt ödədir. Reaksiyanın qrafikinə əsasən ayrılan istiliyi hesablayın. Bir halda ki, reaksiyanın normal istilik effekti 188 kilojol belə. Yəni bu reaksiya normal baş verəndə bu qədər enerji ayrılır reaksiyadan. Gəlin baxaq. Başlanğıc kütlə eyni götürülür. Baxın, diqqətli olun. Başlanğıc kütlə. Hər iki maddənin kütləsini götürün. Burada m qram, bu da m qram da. Bu maddə burada nə qədər sərf olur? 1 mol. 1 mol silisium nə qədərdir? 2-dən oksigen 32, 1 dənə silisium 28. Səliyir 60 elə. Bu 60 qram sərf olur, normal tənlikdə. Bu nə qədər? 4 mol. 4 mol H-flor, 1 mol H-flor 19,120, 2 mol 80, 4 mol 80. Verilən özünə bölün, kiçik olan tam sərf olur. M bölünsün 60, yoxsa M bölünsün 80. Əlbəttə ki, M bölün 80. Tam sərf olan hansı maddədir? M bölün 80. Artıq qalan hansı maddədir? Hər ikisi bərabər kütlə 80 qram götürüləndə neçə qram artıq qalır bundan? 20 elə. Baxın, hər ikisini ən çox sərf olan maddə 80 qram götürəndə, 80 qrama 80 qram olanda, baxın, başlanğıc sərf, son, tarazlıq. 80, 80. Bunun 80 qramından 62 sərf olur, 20'si qalır. Bunun 80 qramdan 80 sərf olur və neçəsi qalır? 0. Elə. İndi artıq qalan maddə 20 qram olanda standart reaksiyada, standart tənlikdə 20 qram silisium dioksid artıq qalanda nə qədər enerji ayrılır? Baxın. Bəli, 188. İndi artıq qalan maddə nə qədər artıq qalıbdır? Bəli, yəqin ki bu artıq qalan maddə hansıdır onda? Silisium okey, hə? Onda bu artıq qalan maddənin özü 60 qram artıq qalıbsa nə qədər enerji alınır? 3 dəfə çox. Artıq qalan kəmiyyət standart qiymətdən 3 dəfə çoxdursa da başlanğıc maddələr 3 dəfə çoxdur. Başlanğıc reagentlər. Başlanğıc reagentlərin miqdarı 3 dəfə çoxdur ki, deməli 3 dəfə çox artıq qalan maddə alınır. Ona görə də bütün kəmiyyətlər də 3 dəfə artıq alınmalıdır. Çünki niyə? Kütlənin təsiri qanunudur. Başlanğıc maddələr nə qədər çox sərf olursa, ona uyğun da daha çox enerji əldə olunacaq. Bunu düşmüşsünüz, eləyir. 560. Şu nəyə bərabərdir? 564 kilojul. Bu qədər. Yəni məntiq odur ki, burada artıq qalan maddənin kütləsinə baxırsınız ki, nə qədər artıq qalıbdır. Və artıq qalan maddənin kütləsinə görə də nəyə baxırıq? Reaksiyanın özündə sərfiyyat nə qədərdir? Sərfiyyatlar.
Baxın. Qeyd edeyim. Növbəti. Yoxdur. Onu çağırmayın. Deyir ki, reaksiyada oksigenin kütləsi n qram sərf olsa, alınan karbon qazı n plus 1 qram olsa, bu qiymətlərə görə n-in qiymətini propinin yanma reaksiyası yanmasından buradakı şərtə görə buradakı şərtə görə, buradakı miqdara görə, buradakı propin miqdarını hesablayırıq və o propin miqdarı yanan zaman nə qədər enerji ayrılır. Uşaqlar, normal standart reaksiyada oksigen nə qədər sərf olur? 4 mol. 4 mol oksigen neçə qramdır? 4 32. 1 mol o 32-dir. 4 molu 128. 128 qram oksigen sərf olanda nə qədər karbon qazı alınır? 3 mol. 3 mol karbon qazı nə qədər kütləsi? 1 molu 44-dür. 3 molu 132. Aralarındakı kütlə fərqi nə qədərdir? 4 qram elə. 4-dür mü? Aha. İndi bunun arasındakı kütlə fərqi nə qədərdir? 1 qram. Eləmi? Ayso. Kütlə fərqi 4 qramdan 1 qrama düşürsə, neçə azalır? 4 dəfə. Bütün kəmiyyətlər də 4 dəfə azalmalıdır. Çünki niyə? Reagentlərin təsiri qanununa görə nə qədər azalma varsa, bütün kəmiyyətlər bir o qədər azalır. Artma olan zaman bir o qədər artır. İndi bütün kəmiyyətlər 4 dəfə azalır. Bunun burada 1 mol nə qədərdir? Bunun burada miqdarı 1 moldur deyək ki. 1 mol yananda bu qədər enerji alınır. İndi bu buradan burada 4 dəfə azalırsa, bu da 0,25 mol. 0,25 mol əgər olubsa da, onda bunda 4 dəfə azalır. 390 elə. Aha. Yaxşı. Bu kəmiyyətlərdə 4 dəfə azaldır. Bunu 4 dəfə azaldanda 32. Bunu 4 dəfə azaldanda yox, 32 eləyir. Hə, 120, 32. Yəqin ki, bu da 4 dəfə azaldanda 33. Ayısı olur. Onda ən böyük kəmiyyət hansıdır? Oksigenin kütləsi. Yox, hədə bu az olan. Az olan oksigen 32-dir. Çox olan da 33 karbon dioksiddir. Bizə nəyi sorulur? M-in qiymətini. M neçədir özü? 32-dir. M plus 1 33-dür. Diqqətli olun. Bu qədər. Sadəcə demişdim sizə, kəmiyyətlər arasındakı dəyişkənliklərə baxırsınız, artma azalma qiymətlərinə baxırsınız, nə qədər artır, nə qədər azalır, onlara diqqət edirin. Verilən standart kəmiyyətlərə görə. Həmişə birinci standarda baxın, ondan sonra digərlərinə baxın, verilənlərə. Növbəti. 13. On üç. Baxaq uşaqlar. Mən reaksiyanı yazmışsınız da nə yaxşısınız? Reaksiyanı bilirsiniz. Birinci reaksiya ən azından 2 mürəkkəb maddədir. Bunun müsbəti, bunun mənfisindən, bu müsbət, bu mənfilə. Deməli, alınır barium sulfat, alınır natrium xlorid. Sizə nə baş verir? Mübadilə dəyişmə. Bir mübadilə dəyişmədir. Dəmir hidrogen əvəz edir. Ferrum xloriki, üstəgəl hidrogen əvəz etmə. Bu isə bir yerə yığılır. Alınır dəmir 3 hidroksid. Yəni birləşmə reaksiyası. Növbəti. Yazdınız. Neçə? 14. Aha. Cədvəli tamamlayın. Ayalxan, de görün baba. Birinci şərt nədir? Hidrogenin yanma istədiyi. Bunda hidrogen nə qədərdir? 2 mol. 2 mol yanan zaman bu qədər enerji ayrılırsa, nəyə gəlmək lazımdır? 1 moluna hidrogenin. Onda 2-dən 1-ə, 2 dəfə azalacaq. Bu 2-yə 2 dəfə azalacaq. 242. İkinci nə sorulur? 5 onda 6 litr, yəni 0,25 mol. Hidrogen yanan zaman nə qədər enerji alınır? Burada neçə mol yanır? 2 mol. 2 mol yanan zaman nə qədər enerji ayrılır? 484. Nəyə gəlmək lazımdır? 0,25 mola. O da olsun 200, hesablayayım. 8 dəfə azalıqdır. 484 8'e böl. 60 tam onda 5. Biraz möhkəm danış.
Yemək yesin istərsələr. Növbəti uşaqlar, nəyi soruşur indi? Deyir ki, 2 dəfə. 72 qram su əmələ gələrsə, reaksiyanın özündə neçə mol sudur? 2 mol. 2 mol su nə qədərdir 36? 36 qram su tutuşar. Əmələ gələn zaman nə qədər enerji ayrılır? Standart reaksiyada özü. Aha, indi sən nəyə gəlməlisən? 72 qram su əmələ gələn zaman nə qədər enerji ayrılır? 2 dəfə çox. 968 elə, ayısı var. Yəni, qardaş, bu dərsi başa düşdü, haradasa. Standart bunlardan da. Əmələ gələn yanma istiliyi, istiliyi effekti. Növbəti. 15, 16, 17. 16. Aha. Asetilinin 11,2 litri yanan zaman 650 kilojul enerji deyir ki, ayrılar normalda. Ha, indi nəyə tapmaq lazımdır? Birinci asetilin normal yanma reaksiyası limitini, ondan sonra da asetilin yanma istiliyinin miqdarını. Birinci qayda, tərini yazırıq. Asetilin C2H2-dir. Yandıranda eyni qayda, karbonun sayı qədər karbon qazı alınır, hidrogenin sayısının yarısı, 2-nin yarısı, 1 molda su alınır. Elə, əmsallaşdırır, 4 oksigen, 1, 5 oksigen. Bunun qabağına 2-də 5 yazın, eləyir 5 oksigen. Hər tərəf 2-yə vurun, 2, 5, bura olur 4, bura olur 2 elə uşaqlar. Bərabərləşdirmə. Normal reaksiya budur. Bu reaksiyaya görə 11,2, yəni ki, yarım mol. Yarım mol asetilin yandıqda 650 kilojul enerji ayrılırsa, reaksiyanın öz neçə moldur burada? 2 mol. 2 mola gətirin. Standart qiymətlərə. Neçə var? 4 dəfə. 4 dəfə artırın. 2600. Reaksiyamızın, normal reaksiyanın istilik effekti 2600 kilojul olur normalda. İndi nə etmək lazımdır? Bir tapdıq. Bax, şərt nədir birinci? Reaksiyanın istilik effekti nə qədər? 2600. Q birinci şərt. İstilik effekti bərabər 2600-ə. İndi nə soruşur? Asetilinin yanma istiliyi. Neçə mol yanır burada? 2 mol. 2 mol yanan zaman 2600 kilojul enerji ayrılırsa, nəyə gəlmək lazımdır? Həmişə maddənin 1 moluna. Yanan maddənin də 1 moluna, əmələ gələn maddənin də 1 moluna. Neçə eləyir onlar? Q yanma istiliyi. O da Q yanma bərabərdir 1300 kilojul. Bu qədər. İkinci şərtin cavabı nə oldu? Q yanma bərabərdir 1300 kilojul. Növbəti. 19. Orada da sualımız yoxdur. Geldim. Rabitə enerjisi. İzah elə görün tez. Rabitə enerjilərinə görə reaksiyanın yekun istilik effekti nədir tapılırdı? Qaydamız necə idi? Məhsulların tərkibindəki rabitə enerjiləri cəmi, əmsal vurulsun maddənin tərkibi çıxılsın, reagentlərin ki. Düstur yazılan tüccar. Q istilik effekti bərabərdir. Deməli, əmsal vurulsun, əmsal möhtəzidə. Q rabitə enerjisi, məhsul. Çıxılsın, yenə əmsal vurulsun. Q rabitə enerjisi, reagentlər. Yadda saxla. Düsturumuz budur. Məhsulların bütün rabitə enerjiləri cəmi çıxılsın, reagentləri, rabitə enerjiləri cəmi. Orada əmsal. Mümkün dərəcədə maddənin qabağındakı əmsallar Çıxartdı, o əmsal çıxartdı. vurulsun, çıxaq, burada çıxaq, burada. Birincidə. Vurulsun burada. Buraq, əmsal vurulsun. Gəlin tərtib eləyək. Baxın, mən yazıram maddənin daxil vuruluşuna. Karbonla karbon, C2H bax budur bax. Karbon 3 qat rabitə, hidrogen. Burada hidrogen, deməli HH tək qat rabitə. Burada isə C2H4. Karbonla karbon 2 qatdır burada. Və qalan qollarda tək qat hidrogen birləşir. Özünüz tətbiq edin. Müsbət 45. Reaksiyanın normal istilik effekti qədərdir? 45. 45 bərabərdir möhtəzidə. Məhsulumuz nədir bu maddə? Burada karbonla karbon, Elxan.
Stok sayılır, ne yüzeyim? Karbonla karbon 2 qat rabitə nə qədər enerji? 150. Qabağa neçə mol Elxan? Bu maddənin qabağı neçə moldur? Harada ki görürsən? Qabaqda əmsalı. Əmsal 1 moldur, əmsal indeksi yox. 1 mol. 1 vurulsun 2 qat rabitə enerjisi. 1 vuraq 150. 1 vuraq 150. Üstə gələk. Karbonla hidrogen nə qədərdir burada? Karbonla H. 4 dənə. Bir dənə karbonla H nə qədərdir? 100. 4 dənə karbonla H, hərəsi 100, 400. Qabaqda əmsalı 1 olsun, yəni 1 vurulsun. Yəni 4 vurulsun 100, 400. Vuraq 1 eyni şey olacaqdır. Bunların cəmindən çıxırıq reagentləri. Reagentimizdə nə var? 1 mol C2H2. Karbonla karbon 1 mol 3 qat rabitə nə qədərdir? 200. Deməli çıxılsın 1 vuraq 200, üstə gələk. Karbonla hidrogen nə qədərdir burada? 2 dənə. Qabaqda əmsalı 1-dir. 2 vurulsun 100, 2 vurulsun 100. Üstə gələk. Hidrogenlə hidrogen nə qədər var burada? Baxın, bir dənə. HH, bir dənədir, qala 1 moldur. Və HH nə qədərdir? X. Neçə olduğu bilinmir. Onda, yox, hidrogen. Karbonla hidrogen yox, Elxan. Hidrogenlə hidrogenlə yoxdur ki burada, yoxdur. Hidrogenlə hidrogen. 1 vuraq X yazın. HH bir dənə rabitə var, qabağı 1 moldur. Burada 1 vurulsun X. Məhsul çıxaq reagent bərabər 45-ə. Hesablayın. 400, 150, 45, reagentlər. 550 çıxılsın. 200, 200, 400, 400 çıxılsın X. Hesabla. Necə? 150, X də bərabərdir, X də bərabərdir. 150 çıxılsın 45, 115. 105. 105. Böyle orada danıştınız. Rezil okumuşsunuz. Orada 550. Sana nasıl okudun imtihandan sonra? 500 Olan dokanağını burada. Orada ispat edilsin şanslarına. Başa düştünüz? İmtihan hesabında. Ben niye böyle değilsin? 2 tane misalı tutaldı. 1500 diyor. Gözlerim ağrıyor. Məhsul çıxaq reagent. Yadda qalar. Elxan. 100%. Mən telefon çox baxsam, gözüm ağrıyacaq bəzən. Qaralacaq gözümün altı. Qaralıq. Bərk qalacaq səfər. Növbəti 20-yə qədər. 19. HES qanunu. Kim deyir bunu? Bax, smartdakı sualdır. Diqqətlə baxın. Smartda zəhləmişəm bu sualı. Deyil görək. Hə. P-xlor üçüncü. Bizdən nəsə sorulur. P-xlor 3-ün və P-xlor 5-in əmələ gəlmə istəyir. Yekunda bizə nə lazımdır? P-xlor 5 əmələ gəlsində, onda P-xlor 5-ə hesablayaq. Bu ikisinin cəmi. Burada neçə moldur P-xlor 3? 2 moldur. Burada neçə moldur? 1 moldur. Demişdik, bu reaksiyadan sonra gəlir. Yəni, bunun ardı bu reaksiyadır. Onda bu məhsul təzədən istifadə olunursa, bu axırıncı reaksiya deyil. Axırıncı reaksiya hansıdır? Budur. Yəni, bu ikisi bir yerdən alırız. Birinci, ikinci budur. Onda bu reaksiyanı 2-yə vurun, hər tərəfini. 2, 2, 2, bunu da 2-yə vurun. Və reaksiyaları tərəf-tərəfə topluyor. Yekun tapın. Yəni, elə bir ki, həndəsədə vektorların skaler cəmi və yaxud da riyaziyyatda 2 ifadənin cəmi, 2 dənə verilən ifadənin cəmi. Tərəf-tərəfə topluyor. Əks tərəfdə olan eyni ifadələr islah olur. Bu getdimi? Bu getdimi? Bu eyni tərəfdə toplanır ha. Eyni tərəf 2P qalır. 3 dənə 2-ci cəmi 5 xlor 2. Buradan alınır 2 mol P xlor 5. Və bununla bu toplayırsınız tərəf-tərəfə. Çünki toplanan zaman bütün kəmiyyətə toplanırlar. 560 ilə 174 toplayır. 560, 660, 734. Yəni, sitdiyimiz deyil, belə cəhdiyimiz yoxdur. 734, belə civar olur. İndi burada ne hesablayın? P-xlor 5-in əmələ gəlmə istiliyini. Burada P-xlor 5-in əmələ gəlmə istiliyi nə qədərdir? Deyil. 367. Bəli, axır ki. Deməli, Q əmələ gəlmə P-xlor 5 367 kilojul buna görə. İndi nəyə sorsa sonra? P-xlor üçün əmələ gəlmək istəyir. Sizcə burada hansı reaksiya
pexlor üçün əmələ gəlmə reaksiya ola bilər. Hansı reaksiya? Bu yoxsa bu? Nəyə görə? Birinci. Niyə? Çünki pexloru çalmışdı. Ayşə, biraz yaxınlaşdırsan. Tam zahir. Məhsul. Bəsit maddələrdən əmələ gəldiyinə görə ikinci reaksiyada sol tərəfdə yenə pexloru çıxar. Bu olamaz axı, burada bu reagent tərəfdədir. Bizə nə lazımdır? Məhsul tərəfdə özü olmalıdır ancaq. Demişdik, əmələ gəlmə istəyirək baxancaq nəyə baxırıq? O maddə sağ tərəfdə özü olmalıdır. Hansı reaksiyada deyilən maddə özü olar sağ tərəfdə yalnız öz əmələ gələrsə, orada onun əmələ gəlmə istəyirək olar. Yox, əgər əmələ gələn maddə reagent tərəfdədirsə də o mənası yoxdur. Əmələ gələn maddə harada olmalıdır? Məhsulda. Məhsulda hansı maddədir ona baxır. Burada məhsulda hansı maddədir? Pexlor 5. Burada məhsulda pexlor 3-dür. Onu bunu hesablayın. Bu maddə 2 mol əmələ gələn zaman nə qədər enerji alınır? Aha, nəyə qədər 1 mola? Onu da hesablayın. Q əmələ gəlmə pexlor 3 neçə eləyir? Yekun istilik Q istilikdir. Bölünsün əmələ gələn maddənin əmsalı. O da bərabərdir. 560 bölünsün 2, 280. Bu qədər. Sınavı versiz yazın. Sualımız qaldı tez deyil. 20. 20. Bax tez. 20 elə. 4.8 qram 2 valentli metal yandırıldıqda 122 kilojul enerji ayrılır. Alınan oksidin əmələ gəlmə istiliyini belirtdir 1 mola görə. 1 molu 610 olsa da X-in nisbət atom kütləsi. Birinci qayda, nə demək lazımdır? 2 valentli metalı oksigen yandırın. Yəni demək istəyir ki, metal oksigenə birləşəndə 2 valentli halına birləşir. Valent 2-dir də. Valentliyə görə formulların tərtibi. Elementin valenti 2-dir, X2. Oksigen də əksəriyyət valent olur 2 valentli. Çarpı yazın 2-2-1-1. Elə yazılmır. Əmsallaşdırın. 2 oksigen var, 2 yazırıq. 2x. Deyir ki, 4.8 qram 2 valentli metal yandıqda 122 kilojul enerji alınır. Və deyir, bu reaksiyada alınan oksidin 1 molunun əmələ gəlməsi nə qədərdir? 610. Bu reaksiya oldu burada. Onda 1 mola 610 kilojul enerji ayrılırsa, 2 mola əmələ gəlsə 1220. aha, Q istilik effekti neçə eləyir? 1220 ilə ISO. Deməli, reaksiyamızın normal istilik effekti nə qədərdir? 1220. İndi baxın özünüz. Deyir ki, bu metalın 4.8 qram yananda 122 kilojul enerji ayrılır. İndi bu metalın özü burada neçə moldur? 2 mol, 2x qədərdir, elə bil ki. 2x qədər metalın kütləsi nə qədərdir? X olsun, hə? 1 atom kütlə x isə 2 mol 2x-dir. 2x qədər yanan zaman nə qədər enerji alır? 1220. İstə farkı var, 10 dəfə. Orada bunun da farkı 48. 2x bərabər 48-ə. X də bərabərdir 24-ə. Tutardı. Metalımızın nisbi atom kütləsi 24-dür. Bir də nə sorulur? Sərf olunan oksigenin mol sayıdır. Normal reaksiyada oksigen neçə moldur burada? 1 mol. 1 mol sərf olan zaman bu qədər enerji alırsa, neçə mol sərf olsa 122 kilojul enerji. 10 da faz. 10 da faz aldı. 0,1. Bu qədər. Aydın oldu. Bir də 22. Baxaq tez. Qeyd edeyim. Qeyd edeyim. Növbəti. 22. XS-in verilən kütləsi 19,4-dür. Bu reaksiyaya görə, verilən reaksiya, baxın, tam yanma zamanı ayrılan enerji şərtə görə 40 kilojuldur. 40 kilojul enerji nə zaman ayrılıqdır? XS-in 19,4 qramı yanan zaman, istifadə olunan zaman. Və yanma istiliyidə ki, bu maddənin 1 mola görə, 1 mol yanan zaman nə qədər enerji ayrılır? 200. Reaksiyanın özü neçə olur burada? 2 mol da. 1 mol yanan zaman 200 kilojul enerji ayrılırsa da, bu reaksiyanın özündə standartda 2 mol yanıbsa, nə qədər enerji ayrılacaq? Q istilik effekti qədər. Neçə eləyir? 200 elə. Deməli, reaksiyamızın normal istilik effekti nə qədərdir? 200 kilojul. Tərnik vurun. 19,4-də 40-dırsa da, bu maddənin 2 molu yandıqda, M qədər kütlə yandıqda, M qədər. Nə olacaqdır? 200. Tamam burada XS-in 2 mol kütləsini bilinəcək. 2 mol hesablayın.
Daha doğrusu diqqətli olun burada. 2 mola eləmir, 400 edir burada. Deməli 2Q istilik bərabər 400-ə. İstilik effekt 400 uşaqlar. Bunu 400 edeyim. 1 mol 200'dür. Burada 2 mol da 400'dür. 19,4'ə 40'sa da 10 dəfə çox. Ne olacaqdır burada? 2 molu 194 elə. Bu maddənin 2 mol kütləsi, 2 mol XS, 2 mol miqdarı olacaqdır 194. 1 mola gətirin maddəni, 1 molla. 1 mol nə qədərdir XS? 97 elə uşaqlar. Aha. 1X-in kütləsi X-dir. 1 ədəd küp nə qədərdir? 32. Onda X plus 32, 97. Bəli. X də bərabərdir 65 sig. Bu metalımızın nisbi atom kütləsi 65'dir. Reaksiyanın yekun istilik nə qədər tapmışıq? 400 kilojul. Bəli. Reaksiyanın yekun istiliyi 400 kilojuldur və X elementinin nisbi atom kütləsindəki 65 qramdır. Aydın oldu. Bitirdik. Qalmadı sualı kitabda.